Və Həzrəti Əli əleyhissalam burada çox gözəl bir hissiyə toxunur. Bilmirəm, bunu eşitmisiniz yoxsa yox. Deyir, Allah Taala istəsəydi Həzrəti Adəm əleyhissalamı gözləri, parıltısı gözləri qamaşdıran və ağılları məftun edən bir nurdan yaradardı. Allah istəsəydi Adəmi nurdan yaradardı. Çox gözəl bir nurdan, mirvaridən yaradardı. Amma Allah belə eləmədi. Allah Adəmi qoxumuş palçıqdan yaratdı. Niyə? İmam buyurur ki, əgər Allah Taala Adəmi nurdan yaratsaydı, o zaman imtihanın mənası qalmazdı. Sınaq asan olardı. Çünki hamı görərdi ki, Allah Taala bunu çox gözəl bir nurdan yaradıb və buna səcdə eləmək lazımdır. Hamının diqqəti yönələrdi Adəmə. Amma Allah Taala Adəmi palçıqdan yaratmaqla istədi ki, diqqəti yönəltsin özünə. Allah Taala dedi ki, palçığa baxmayın, mənə baxın. Əslində palçığa ibadət etmirsiniz siz, mənə ibadət edirsiniz, mənə səcdə edirsiniz. Bunu dərk eləmək lazımdır. Mənim üçün əsas olan budur ki, sən özünü tövhid əhli hesab edən sən, nə qədər mənim əmrimə tabesən? Mənə səmimi olaraq ibadət edirsən, yoxsa təkəbbürlə ibadət edirsən? Sənin üçün fərqi nədir? Ha o palçıqdan oldu, ha o mirvaridən oldu, ha o nurdan yaradıldı. Sənə mən əmr edirəm ki, səcdə et, səcdə et.